Görəsəm bu gecə Leyla necə rahat yatacaq. Allahu Ekber. Görəsəm bu gecə Leyla necə rahat yatacaq. Ki sabah Nazlı Ali Ekber'i qanə batacaq. Bu gecə Şiə Rubab Əsqərə lay lay deyəcək. Başqa çarəsi yoxdur, suda yox, süddə yox. Elə boş bir şiə qoyub sərə qədər lay lay bala lay lay. Bu gecə Şiə Rubab Əsqərə lay lay deyəcək. Ki sabah oxlanacaq onda oğul vay deyəcək. Bu gecə Zeynəb-i Gülsüm Pər Abbas qolunu ki sabah leşkər ədaya salacaq sağ solunu. Qeyrət və qurbanımın əbəlfəz Qızıl əngüştərə yaqut nişan daş yaraşır. Necə ağız təsürmə çəkilən qaş yaraşar. Bir Hüseyni ki ona yoxdur bu dünyada nəzir. Elə malayı əvvəl fəz kimi qardaş yaraşar. Canə bəlvə, canə bəlvə, canə bəlvə. Bu gecə əmannamə gəldi, yəni əvvəl Hüseyndən ayrıl. Ağa götürdü əmannaməni, cırdı atdı ayaqlarının altına, dedi bunu gətirənə də lənət, bu əmri göndərənə də lənət. Siz məni behiştimdən, cənnətimdən ayırmaq istəyirsiniz. Mənim cənnətim, mənim behiştim olan Hüseyndir. Amma aşıqlər dərdi olanlar, xəstəsi olanlar, xeymələrə zəz düşüb, əbəlfəz ağıyan əmannamə gəlib. O balaca balalar Rüqəyyə ya su keynət, Əli Əsqərin qundağını aldı əlinə, hayda da. Dedi bibi şəmi əzani, qəlbidə yandıran Əmməcan, başına Əsqərimi dolandıran Əmməcan. Kardeşimi dolandıran əmimin başına babamı da koymazım. Ya Hüseyin, kurban olun size. Ay aman, ay aman, ay aman, ay aman, ay aman. Hamının ümidi əbəlfəziydi, hamının. Ağa buyurdu, olmadı sidq-o səfa, Kufə sipahində bazı. Bu gecə qaldıq əbəlfəz pənahində bazı. Kərbəlada görmüşsən xeymələr olan yeri, birinci xeymə əbəlfəzin xeyməsidir. Hamını qoruyan idi, hamının ümidi dayağı arxasıydı. Qəmər-i Munir Bəni Haşim. Amma sabah Aşuran, Seyyid ağam, getdi meydana. İmam Hüseyin ağa da xeymələrdən baxır. Dey gördüm xanım Zeynəb, dey gördüm Hüseynimin yüzü güldü. Elə bil təbəssüm elədi. Allahu Ekber, Allahu Ekber. Aşura söz oxuyuram sənə. Ondan dey gördüm qardaşımın rəngi saraldı. Dedi bacı Zeynəb Zülcənahi gəlir. Amma xanım Zeynəb dey, Hacı ağam dey, xəbər aldım.
Kardeş, bu tebessüm neydi, bu gülmek neydi? Dedi bacı 30 neçə ildi bir sözün arzusundaydım ay bacı. 30 neçə ildi bir kəlmə söz duymak istəyirdim. Bacı indi o sözü duymuşam yüzümü gülüp. Ne söz, ne söz? Dedi suzişi ləhni ələmdarimdə dağdaş sözlənib. Heç mənə qardaş deməzdi indi qardaş sözlənib. Aydan, aydan. Mənə qardaş deməyən indi çağırır gəlay qardaş. Gəlay qardaş, gəlay qardaş, gəlay qardaş. Gün çıxıb seyrə fərat üstündə bir mah axtarır. Gördülər qonusuz vəziri, qəddi xəmşah axtarır. Ərsədən meydanədən sultan idim bir baş gəlib. Gözlərindən mozuli dərya kimi qan yaş gəlib. Görməyə qardaşını dəyənini derim oğlu elə qardaş gəlib. Görməyə qardaşını oğlu elə qardaş gəlib. Öz vəzirin ərsədə şah mələk cağdarır. İndi gəldi Əbəlfəzin başı üstünə. Görək bu Zeynəbiyyədə bu gecə tufan olayı, tufan. Gah gedir, gah əyləşir, etdi nəzər sağı zola. Bu sözü deyəcəm İmam-ı Zamanı üzr istəyirəm səndən. Elə bil İmam Hüseyin ağa avara qalıb. Heç özü də bilmir neyləsin. Dedi qardaş avara qalmışam, oturmayardım gedim. Sən parə bəşimi kimə mən tapşırım gedim aya. Gah gedir, gah əyləşir, etdi nəzər sağı sola. Gah baxır qan rəddinə, gahi baxır həsrət yola. Nagəhan düşdü bu əsnada gözü bir cüt qola. Sinəsindən hər şey yol eyləsin. Ağdar uyur tuttu qan rəddin gəlib hasil yetişdi məqtələ. Bildi məqsudə çatıb şimr-ü sənanın hər mələm. Gördü qardaşın canında müxtəsər can var hələ. Çıxmağa, buna baxın şuraya, çıxmağa can sineyi məcruhidən rah axtarır. Can da bilmir hayatdan çıxa bu bədəndə. Ay Allah, ay Əbəlfəzin. Xəstə var, Şıxəmid ağa xəstədir, dərdimiz var, mənim də xəstəm var. Bir dənə də xəbər göndərdilər, bir qızım var xəstədir. Şənkilərdən dua istəyirəm, əlim əllərdən üzülür. Aydan, aydan, əllərin yerdən götürdü. Bastı əvvəl bağrına. Rabi deyir uzaqdan baxıram gördüm, yerdən bir şeyi götürüb Hüseyin başı ürəyinin başına. Dedim yəqin Qur'an vərəqidir. Gəldim yaxınlaşanda gördüm Əbəlfəzin kəsilən qolları. Öftü qoydu gözlərin üstə, qəribi Kərbəla səslədi ümmür bənin, Əl-Haq evrin abad ola. Salı ki eşqin əcəb, seyri iləllah axtarır. Səslədi ey qəm günündə yar qəm xarim oyan.
ne düştü? Şerefun nasım oyan, gözele boz boyun. Alevi kardeşlerimiz ne güzel diller. Celal Abbas, Celal Abbas oyan. Səslədi ey qəm günündə yar qəmxarım oyan. Leşkərim qanə batıb qonsuz ələmdarım oyan. Gör nə halə düşmüşəm qeyrətli sərdarım oyan. Hamıza qurban olum, İmam-ı Zaman ağanı dəvət edirəm Zeynəbiyyəyə, hamının dərdi var. İmam-ı Zaman ağa özü bir mərsiyəxana deyib, həmişə əminə bəli fəzdən mərsiyə dedim bunu denən. Nə? Adam uca yerdən aşağı gələndə biri ciyərləri verər qabağa. Biri ciyərlər verər qabağa, ta üzü əzilməyər. Amma mənim addan yerə gələndə qollar bədəndə olmadı. Buna bax, buna bax. İmam Hüseyin baxır Əbəlfəzin gözünə, ox dəyib, ağlayır. Ağlayır, amma Əbəlfəz ağa nə deyir? Gözümün fikri nedir? Pozma belə öz-özlü hayır. Boyama əşkilə peyğəmbərə bənzər üzüdür. Buna qulaq as. Heyf ola yoxdur, əlin yoxsa silərdin gözümü. Hüseyn'ə razı olmaram, mənim imamım ağlıyor, ağlıyor, ağlama qardaş. Əllərim yoxdur, yoxsa gözümü silərdim. Buna bax, gerçi qan pərdə tutan, gözlərə gündüz gecədir. Qoy oxun söhbəti qalsın hələ əsqər necədir, ay qardaş. Havadı başıma. Haydan, bana xəbər ver görüm əli əsqərim necədir, ay qardaş.